Trump niyə dedi ki, Avropa çürüyür? İnsan amili məhv ediblər. 2100-cü ildə bu gedişlə tədqiqatçılar deyir, Azərbaycan əhalisi 8 milyona düşəcək. Neft satıb, qaz satıb, pul qazanmaq inkişaf etmək demək deyil. İnkişafın əsas meyarı binövrədən fundamentdə olan təsisatlardır, iqtisadi təsisatlardır. Fərqindəliyi olmayan adam sosial şəbəkədə baxır videolara. Birdən taraf, məsələn, bir video çıxdı. Mail müəllim danışır orada. İndi bu Mail müəllim elə bir səviyyədə danışmalıdır ki, ona bir dənə bir çırtma dəysin də. Pul sevgisinin yanında başqa sevgilərdir bu həyat. Səndə pul sevgisi yoxdursa inkişaf eləyə bilməyəcəksən, əzizim. Yeni ilin elə ilk günlərində inkişaf etmək istəyən sizlər üçün İnkişaf Saatının ikinci fəsli ilə qarşınızdayıq. Bugünkü həmsöhbətimiz fəlsəfə üzrə fəlsəfə doktoru, sosioloq və davranış iqtisadiyyatı üzrə təlimçi Mail Yaqubdur. Mövzumuz isə cəmiyyətdir. Cəmiyyətin inkişafından danışacağıq. Mail müəllim, siz bir sosioloq kimi, bir cəmiyyətşünas kimi düşünürəm ki, suallarımızı cavablandıracaqsınız. İnsanların bəhanəsi var. Uğursuzluq olanda, tənbəllik olanda bir neçə obyekti günahlandırırıq. Bir də cəmiyyətdir. Əşi, bizim cəmiyyətdə alınmır. Bizim cəmiyyət düzəlməz, inkişaf eləməz. Cəmiyyətləri müqayisə eləməyi sevirik. Biz elə bilirik ki, digər cəmiyyətdə hər şey əladır, hər şey güllük gülistandır. Ümumiyyətlə, cəmiyyət nədir? İnkişaf nədir? İnkişaf etmiş cəmiyyət nədir? Bu cəmiyyət axı kimlərdir? Ölkənin vətəndaşları, şəhərin sakinləri, eyni marağı paylaşan futbol azarkeşləri, zənginlər, təhsillilər, kasıblar. Kimdir bu cəmiyyət? Əziz Turan müəllim, salam, sizin layihənizə uğur arzulayıram. Təşəkkür edirik. Dinləyiciləri salamlayıram. Gözəl sualdır. Demək, inkişaf. Bəzi məfhumlar aksiomadır. Kimə desən ki, sən inkişaf etmiş insan olmaq istəyirsən, yoxsa inkişaf etməmiş insan? O deyəcək, mən inkişaf etmiş insan olmaq istəyirəm. Sən inkişaf etmiş cəmiyyətdə yaşamaq istəyirsən, yoxsa inkişaf etməmiş cəmiyyətdə? O deyəcək ki, mən inkişaf etmiş cəmiyyətdə yaşamaq istəyirəm. İndi sual. Bu inkişaf nə deməkdir? Baxın, bizim bir müəllimimiz vardı, deyirdi ki, inkişaf professor 18-ci əsrdən sonra meydana çıxıb. İnkişaf. Ondan əvvəl belə bir məfhum yox idi. Bu nə deməkdir? Baxın, cəmiyyətin, dövlətin 3 əsas sütunu var. Mədəniyyət, iqtisadiyyat, siyasət. İnkişaf bu 3 sahədə digər ölkələrlə rəqabətdə daha yaxşı səviyyəyə çatmaqdır. Birinci bəsit cavab budur. Bəli. Mədəniyyət, iqtisadiyyat, siyasət. 3 sahə. Burada hərbi də var, təhsil sahəsi də var, idman da var. Bunları da biz ya mədəniyyətin tərkib hissəsinə verə bilirik, ya da iqtisadiyyatın tərkib hissəsinə. Məsələn, təhsili ya mədəniyyətə daxil edə bilərik, ya da iqtisadiyyata daxil edə bilərik. Bu dövlət səviyyəsində inkişaf. İndi qayıdacağam əsas məsələyə. Fərd necə bəs inkişaf eləsin? Bəli. Bir də şirkətlər səviyyəsində. Deməli, 3 dənə səviyyə var. Fərd, şirkət, bir də dövlət. Hər üçü sahəsində, hər üçündə biz inkişaf eləmək istəyirik. Əsas məsələ budur. Mən dövlətdən başlamaq istəyirəm. Dövlət və cəmiyyəti biz bir yerdə götürək, şərti olaraq. Düzdür, dövlət və cəmiyyət konkret bir şey deyil, amma şərti olaraq hələlik. Hardan başladı dövlətlərin inkişafı? Bu o qədər vacib sualdır. Bu mövzuda məşhur Darun Əcəmoğlu var, İstanbullu. MIT-nin professorudur. Massachusetts Texnology İnstitutunun professorudur. Nobel aldı iqtisadiyyatda da.
Onun bir kitabı var. Bu iqtisadçıdır, həm də sosioloq kimi də çıxışlar eləyir, kitablar yazır. Politoloq kimi, sosioloq kimi Qərbdə belə bir şeylər var. Bütün o sahələrə girirlər. Sosial elmlərə. Millətlər niyə inkişaf eləmir? Millətlərin tənəzzülünün səbəbləri. Belə bir mövzuda kitabı var. Bəli, məşhur kitabdır. Bəli. O deyir ki, dövlətlər, inkişaf etməmiş dövlətlər, ona görə dövlət inkişaf etmir ki, orada bəzi institutlar inkişaf eləməyib, institutlar, dövləti inkişaf etdirən onun institutlarıdır. İnstitut nə deməkdir? Məsələn, ailə bir institutdur. Bəli. Əgər bir cəmiyyətdə dürüstlük institutu varsa, o cəmiyyət inkişaf eləyir və dövlət o vətəndaşların hesabına inkişaf eləyir, işi rahatdır. Bəli. Əgər bir cəmiyyətdə yalan danışmaq, məsələn, mən ölkə tanıyıram, orada insanların yalan danışması adi haldır. O nə qədər əngəl yaradır dövlətə, inkişafına. Bəli. Əngəl yaradır da. Yapon xalqı məsuliyyətli xalqdır. Əla. Bu Yapon dövlətinin inkişaf etməsinə böyük təkan verib. Bəli. Məsuliyyətli xalqdır. İkinci Dünya müharibəsindən sonra bunu dəfələrlə demişəm. Bunlar 8 saat dövlətə işləyirdilər, 8 saatda dövlətə pay verirdilər. Deyir, avtobusda gedib gələndə yatırdılar. Bu zaten məsuliyyətli xalqdır. Dövlətin işi asanlaşır. İnstitutdur. Bəli. İndi o bir neçə institutu sadalayır. Məsələn, mülkiyyət hüququ qorunur. Əgər bir ölkədə dövlət səviyyəsində mülkiyyət hüququ qorunursa, vətəndaşlar biznes yaratmağa meyilli olurlar. Bəli. Bu da inkişafa təkan verir. Amma mövzumuz tək bu deyil burada. Sadalayaq, hə. O Əcəmoğlu'nun kitabı bəllidir. Bir neçə institut sadalayır orada. Bunlar olsa, məşhur misalı var da, Şimali Koreya, Cənubi Koreya. Eyni xalq, eyni mədəniyyət, amma biri inkişaf edib, digəri inkişaf eləməyib. Niyə görə inkişaf eləməyib? Ona görə ki, orada institutlar inkişaf eləməyib. Mülkiyyət hüququ, məsələn, qorunmur. Biznes azadlığı, siyasi azadlıq yoxdur. Bunlar sadalayır. Bunlar deməli, həmən institutlardır. Amma Cənubi Koreyada var. Yaxşı. Bu məlum məsələdir. Ramiz Röşen demişən, hanı təzə sözün atan balası. Təzə söz. Mənim üçün əsas sual başqadır. Bu proses nə vaxtdan başlayıb? Bu nə vaxtdan bu rəqabət başlayıb? Nəyin rəqabəti? Baxın, bu üç sahədən mədəniyyət, iqtisadiyyat, siyasət. Bunların üçündən ən vacibi hansıdır? Mənə görə iqtisadiyyatdır. Düzdür, bəzən deyirlər ki, bəzi ölkələr iqtisadiyyatını siyasətinə qurban verirlər. O, iqtisadiyyatı güclü olan ölkələrdir. Onlar üçün siyasi maraqlar daha güclüdür. Məsələn, milyardlar, 100 milyardlar pul xərcləyirlər ki, siyasi baxımdan dünyada avtoritet olsunlar. Sözləri keçsin. Ada görə, siyasi nüfuza görə pul xərcləyirlər. İqtisadiyyatı siyasətə qurban verirlər. Bunu da görə iqtisadiyyatı inkişaf eləsin də və nəticədə bu nəyi istəyir? Niyə görə ağa olmaq istəyir dünyada? Niyə görə? Yenə iqtisadiyyata görə. Ona görə ki, bu güclənmək istəyir. Bunun əzizim gücünün pulu olmasa, harda gücü olacaq bunun? Texnologiyası o. Texnologiya nədir? İqtisadiyyatın xidmətində. Təhsil nədir? İqtisadiyyatın xidmətində. Amerikada kimya üzrə təhsil alanlar, tələbələr bəzi universitetlərdə ildə $80,000 tələbə universitetə pul ödəyir. Niyə? Çünki o təhsilini alandan sonra dərman şirkətləri onları yüksək deməli məvaciblə işə götürürlər və o həmən o verdiyi pul çıxarır. Bəli. Yaxşı. Bu haçandan başlayıb
Tədqiqatçılar deyir ki, bu proses başlayıb 17-ci əsrdən. Necə? 1688-ci ildə, səhv eləmirəmsə, 17-ci əsrin axırlarında İngiltərədə şanlı inqilab olub və parlament keçib feodalların əlinə. Feodallar kimdir? Əkin əkirlər. Parlament krala qalib gəlib. Dövlət keçib parlamentin əlinə bir. Bu şanlı inqilab ona görədir. Kral da hakimiyyətdə deyil, parlament hakimiyyətdədir. Və parlamentə kim gəlib? Feodallar. Əkin sahibi, əkin əkənlər. Dövrünün biznesmenləri deyə bilər. Bəli, o dövrün biznesmen, kartof əkənləri gəlib olurlar deputat. İndi deputat olandan sonra parlamentdə bunların əlindədir, hakimiyyət bunların əlindədir. Bunlar başlayıblar öz kapitallarını çoxaltmağa. Bax, qığılcım buradan vurulub. 17-ci əsrin axırlarından. 18-ci əsr. Əsas ona görə biz müəllimimiz 18-ci əsrdən başlayıb proses. Pul çoxaltmaq istəyirəm, əzizim. Bax, məsələ budur. Azərbaycanın məşhur ixtisaslarından biri ilə verilişdəydik, APA TV-də. Yan-yana oturmuşduq. Çox dəyərli yazıları var. Söhbət düşdü, deməli, biznesdə, əxlaqdan, indi trend mövzulardan da. Mən dedim ki, sual buydu. Azərbaycanın bölgələrində niyə inkişaf getmir? Hamı axır Bakıya. Mən dedim ki, Azərbaycanın bölgələrində inkişaf yaratmaq üçün yollardan biri də budur. 1000 dənə yolu var. Biri də budur. Həmin bölgənin adamı, biznesmeni, biznes mühiti yaradılmalıdır, dövlət şərait yaratmalıdır, bu öz yerində. Amma ola bilər ki, dövlət şərait yaradır, biznes mühiti yaradır, amma hansısa bölgədən, rayondan olan Bakıda oturmuş biznesmen yenə də gedib oradan kapital yaratmır. Sərmayə qoymur. Mən dedim ki, burada amillərdən biri də həmən adamın öz bölgəsinə olan sevgisidir. Bəli. Sevgisi olsa gedib orada kapital yaradacaq. Qohum əqrabasına heç olmasa, nə bilim dostuna, tanışına və yaxud da öz rayonuna, öz bölgəsinə. Bu çox gözəl bir şeydir. Bəli. Bu müsbətdir, əladır. Sonra o ixtisasçı dedi ki, ay müəllim, bu məsələləri iqtisadiyyatda gətirməyin də. İqtisadiyyatda nə əxlaqı? İqtisadiyyatda puldur. Biznesmen pul dalınca qaçır. Harada dedim ki, əzizim, başa düşürəm, mən savadsız deyiləm. Amma bu amildə var, bəli, var. Yəni bir adam mümkündür. Azərbaycanda kapitalın iki dənə deməli ölkə var. Azərbaycanlı biznesmenden söhbət gedir. Bir, Azərbaycanda kapital qoya bilər. Buradan 10 manat qazanacaq. Bir də Azərbaycandan kənar qoya bilər. 15 manat qazanacaq. O 15 manatın 5 manatından vaz keçə bilər. Sırf Azərbaycanda insanları sevdiyi üçün, öz vətənini, millətini, dövlətini sevdiyi üçün deyir, mən 10 manat burada qazanım, eybi yox. Amma qoy öz cəmatıma iş yeri düzəldim. Həm də inkişafa dəstək olur. Şübhəsiz, şübhəsiz. Bu məsələlər ciddi məsələlərdir. Elə belə nağıl deyil. Bəli, insan psixologiyasıdır. Mənəviyyatın iqtisadiyyatda rolu var. Rolu var. Yaxşı. Bu proses başladı 18-ci əsrdən. Gəldi və bunlar kapitalı artırmaq istəyirlər. Şanlı inqilab İngiltərədən başlayıb. Bax, mənim üçün əsas suallardan biri budur. 17-ci əsrin əvvəllərində gediblər İngiltərə və Hollandiya bir-birinin ardınca. Hindistanda şirkət yaradıblar. Hindistan məhsullarını gəmiyə vurub daşırmışlar Avropaya. Niyə görə? Bax, əsas məsələ budur, Turan müəllim. Niyə görə? Nə istəyir? Pul qazanmaq istəyir. Niyə görə bəs başqa ölkələr bunu eləməyib? Hollandiya İngiltərədən başlayıb bu proses. İndi kimsə deyə bilər ki, orada da hansısa sosioloji məsələlər var. O spesifik məsələlər var. Başa düşürəm, amma o spesifik məsələləri tapmaq lazımdır. Və hər bir halda ümumi olaraq biz bilirik ki, insan varlanmağa can atır. Amma fərdlər arasında bəzən bu olmur. Fərdlər arasında da bu olmur. Bir insan var, dünya aləm vecinə deyil, çalışmır, tənbəldir. Onun qardaşı gecə-gündüz çalışır. Niyə? Səbəb nədir? Bu sualların cavabı bilinmir. Bilinmir. Keçən dəfə
öz verilişimdə Asan Radioda Professor Paşa Gəlmuru dəvət eləmişdim qonaq kimi. Dedim, doktor, bu sualı verdim. Niyə görə bir ailədə iki övlad, biri sağa gedir, biri sola gedir? Biri vetsizdir, tənbəldir, məsuliyyətsizdir, işləmək istəmir, ondan bundan borc alır. Biri isə məsuliyyətlidir, dürüstlüdür, vicdanlıdır, mənəviyyatlıdır. Hər şey. Çalışqan, disiplinli. Dedi, çox çətin sualdır. Dedim, mən bu sualın cavabını bilirəm. Bilmirəm, dedi. Elə ən dürüst cavab da Professor Paşa Gəlmurun cavabı idi. Bilmirəm. Çox çətin sualdır. Bizim bir müəllimimiz var, deyir ki, insan qərarları bəzən bir quşun ağacın üstündən uçması ilə dəyişir. Nə dəxli var? Quş ağacın üstündən uçur, mən qərarımı dəyişirəm. Hansısa bir işdəyir, heç dəxli var, yox. Amma mümkündür, insan belədir. Bəli. İnsan qərarları. Və bu qərarlar böyüyəndə olur dövlətin qərarı. Kisiləndə mikro, makro. Dövlət də makro insandır. İnsan da mikro dövlətdir də. Qarşılıqlı. Yaxşı. Demək, bura qədər. İndi davam edirəm mən. Sözüm hələ bitməyib. Yaxşı. Burada əsas məsələ nədir? Əsas məsələ inkişafı qəbul etməkdir. Çox vacibdir bu. Dövlət səviyyəsində, fərd səviyyəsində qəbul etməkdir ki, mən bunu etməliyəm. Etməliyəm. Artıq etməliyəm. Bəzən belə bir polemika olur inanclılar arasında ki, İslam inkişafa mane olmur. Daha doğrusu, etiraz etmir. Bu kifayət eləmir. Bu cür İslamı müdafiə eləmək, İslamı gözdən salmaqdır. Elə bil, olsa da olar, olmasa da yeməkdən sonra dondurma yeyə bilərik. Etiraz eləmirəm. Yeyə bilərik. Bu olmasa da olardı. Olmasa da olar, nə olar? Əli Kərimin bir şeiri var, Əli Kərim məşhur. Deyir ki, gözəl qız, sən saf susan, iki qəlb arzususan. Səni iki nəfər sevir. Biri sevir səni, səhrada o susuz qalan insan kimi. Sən ona vacibsən. Biri isə sevir səni. Nə bilim, yeməkdən sonra su deyir, nə deyir? Olan bir şey kimi də, olsa da olubsan, olmasa da olmayıbsan da. İndi bax gör, deyir, hansımızı seçirsən sən. Hə? Biliyorum, mən deyirəm ki, dövlət səviyyəsində təhsilimiz inkişaf eləsin, iqtisadiyyatımız inkişaf eləməlidir. Siyasət, mədəniyyət, iqtisadiyyat. Hər üçü inkişaf eləməlidir. Amma iqtisadiyyat bunların mədəniyyətlə siyasəti qidalandırır. İqtisadiyyat olmasa, bu mədəniyyətlə iqtisadiyyat da, siyasət də inkişaf etməyəcək. Zirvəyə çatamayacaq. Yaxşı. Yaxşı, iqtisadiyyatı inkişaf elətdirmək üçün nə lazımdır? Təhsil vacibdir. Və biznesin inkişafı lazımdır, vacibdir. Biznes adamlarına şərait yaratmalısan və təhsilini inkişaf elətdirməlisən. Təhsilin hansı sahələri vacibdir? Texnoloji sahələri çox vacibdir. O daha çox pul gətirir. Digər sahələrə getmiyor. Niyə? Gedək. Əsas suallardan biri budur. Əsas suallardan biri budur, inkişafla bağlı. Əgər bir ölkənin iqtisadiyyatı inkişaf eləyibsə, amma onda insan amili məhv olursa, insan amili. Trump niyə dedi ki, Avropa çürüyür? İnsan amili məhv ediblər. Yəni, qocaların sayı çoxalır, pensiya fondları çökür, artım yoxdur. Çürüyür. Avropa azalır, Rusiya azalır. İldə 800 min, təbii azalma gedir. Hər il 800 min. Bu proses bizdə də başlayıb. yəni ailələrdə uşaq sayı Bəli, azalır. Artım tempi azalıb. Artım tempi. 2100-cü ildə bu gedişlə tədqiqatçılar deyir, Azərbaycan əhalisi 8 milyona düşəcək. Yaxşı. İndi təsəvvür elə, bizim iqtisadiyyatımız güclüdür, təhsilimiz güclüdür, amma insan amili yadımızdan çıxıb.
Sosial elmlər bununla məşğuldur da. Sosial elmlər texnologiya ilə məşğul deyil. İnsan amili ilə məşğuldurlar. Və yaxud başqa bir, mənim iqtisadiyyatım inkişaf eləyib. Bu sual deyə, bu cür müasir, aktual suallardandır. İqtisadiyyatım inkişaf eləyib, amma ölkədə intihar halları yüksək səviyyədədir. Depressiya çoxdur, stres çoxdur, gərginlik çoxdur, nigaranlıq. Bu psixoloji problemlər də müasir dünyanın problemidir. Hər hansısa bir ölkənin, cəmiyyətin yox. Dünyanın problemidir. Bəli. Yox, inkişaf eləmiş ölkələrin problemidir. Onlarda daha çox. Bəli, biz Azərbaycan hələ o şeyə qoşulmamışıq. Mən o vaxt 2012-ci ildə biz Azərbaycan hələ inkişaf eləmiş ölkələr sırasında deyil ki. Bəli. Mən inkişaf eləmiş ölkələr. 2012-ci ildə mən Amerikada olanda mən gördüm ki, bura ilə Avropanın fərqi var. Orada ölkə daxilində öz milli dəyərlərini, ailə dəyərlərini qorumağa çalışırlar. Bəli. Onlar bunun fərqindədirlər ki, insan amili olmasa ölkə batıb gedəcək. İndi Turan müəllim, inkişaf. Hər şey aydındır bir tərəfdən. İqtisadiyyat inkişaf eləməlidir, texnologiya gəlməlidir, təhsil gəlməlidir, insan amili inkişaf eləməlidir. Fərddə də elədir. Bir fərd götür, insan, tək insan. Dövlət səviyyəsində yox, insan. Bu insanın biznesi inkişaf eləyir, yüksək təhsili var, hər şeyi əladır. Amma ailəsi problemlidir. Bəli. Günü qaradır. Depressiyadadır, stressindədir, narahatdır. Amma övladlarına diqqət ayırmayıb. Bəli. Onların tərbiyəsinə, mənəviyyatına, əxlaqına. Keçən dəfə efirlərin birində dedim, bir ata danışırmış. Dostlardan biri mənə danışırdı. Deyirmiş ki, bütün işləri görmüşəm övladım üçün, oğlum üçün. Maşın almışam, ev almışam, yüksək təhsil vermişəm. Hər şeyi eləyirəm, pul xərcləyirəm ki, mənə dəyər versin, onu da eləmir. Eləmir. Niyə? Çünki ata hər şeyi eləyib ona. O biri qalıb. Ona bir dəfə əxlaq müəllimi tutmayıb. İndi bu məsələnin bir tərəfidir. Mən buna inanıram. Mən o tərəfə də inanıram ki, mən texnologiyamı inkişaf elətdirməliyəm. Hə, bayaq o Əli Kərimin şeirində dedim. İnkişafa bu cür baxmaq lazımdır. Bir var deyirsən ki, olsa da olub təhsildir də. Dövlət səviyyəsində, fərd səviyyəsində. Təhsildir də. Bir də var olmalıdır. Olmalıdır, vacib. Niyə görə vacib? 17-ci əsrdə biz podkast çəksəydik sizinlə. O vaxt podkast yox idi təbii ki. Biz başqa cür danışardıq. 16-cı əsrdə başqa cür danışardıq. 17-ci əsrdən prosesi başladıblar bunlar. Təsəvvür edirsiniz? Və 18-ci əsrin axırlarında Adam Smith gəlib artıq bunun nəzəriyyəsini yazıb. Bəli. Orada. Biznesin nəzəriyyəsini. Fikir verirsiniz. Prosesi o vaxtdan başlayıblar. Bizdən qabaqdılar xeyli. İndi burada bir sual. Yaxşı. Əgər Əcəmoğlunun fikirlərindən belə çıxır ki, əgər siyasi azadlıqlar, o deyir ki, siyasi azadlıqlarda əsas institutlardan biridir. O yerdə ki, siyasi azadlıq yoxdur, iqtisadi azadlıqlar yoxdur. Zahirən belə anlaşılır. Hərçənd ki, bəzən başqa cür də təfsir edirlər. Və Çin, Çin o necə inkişaf eləyir? Orada ki, demokratik institutlar yoxdur. Əcəmoğlunun dediyi kimi. Bəs o niyə inkişaf eləyir? Bunun cavabı var. Bəli, Əcəmoğlu düz deyir, amma tək o deyil də, başqa modellər də var. Keçən dəfə iş adamlarından biri ilə söhbət edirdim. Deyir ki, statistika o iş adamı böyük bir şirkətin idarə heyətinin üzvlərindən biridir. Deyir ki, mənə deyirdi. Statistikaya baxırdım, daha doğrusu proqnozlara. Növbəti 20-30 ildə dünyada 15 ölkə ümumdaxili məhsul həcminə görə inkişafın
meyarlarından biri də budur. İstehsal həcmi, ümumdaxili istehsal. Nə qədər ölkədə məhsul istehsal edirsən. Yenə də iqtisadiyyata qayıdır. Bəli. Ora görə deyir ilk 15-likdə olan ölkələrin bir çoxunda demokratiya yoxdur heç. Siyasi o demokratik, o qərb azadlıq demokratiyası yoxdur. Bəs niyə inkişaf eləyəcəklər? Əzizim, bir dənə şeyə görə. İnanıblar ki, bundan başqa yol yoxdur. Oğruları cəzalandırırlar. Dürüstlərə yol açırlar. Biznes təşviq edirlər. Vəssalam. Demək, baxırdım, deyir, inkişaf təkcə ölkənin pulunun çoxalması deyil. Əgər odursa meyar, Ərəbistanın pulu çoxdur. Cəmi 17 milyon əhalisi var. Qətərin pulu çoxdur. Bəli. Amma bunların heç biri inkişaf eləmiş ölkələr sırasında deyillər. Niyə? Ona görə ki, təkcə neft satıb, qaz satıb, pul qazanmaq inkişaf etmək demək deyil. İnkişafın əsas meyarı binövrədən fundamentdə olan təsisatlardır, iqtisadi təsisatlardır. Bilirsiniz, istehsalın qeyri-neft sahəsində olan, çünki neft tükənən məhsuldur, qaz tükənən məhsuldur. Sabah bitsə, azın öləcəklər. Sənin texnoloji imkanların nə qədərdir? Sənin təhsilinlə sənayenin arasında münasibətlər necədir? Bəli. Yoxsa təhsilin qalıb 60-cı ildə saralmış bir dənə vərəqlə müəllim gəlib dərs deyir, uşaqlar da yuxuluyurlar, biz də deyirik ki, universitetimiz var. O saralmış vərəqlə üzündən mühazirəni oxuyan müəllim var. Mühazirənin üzündən oxumaq eyib deyil. İndi inkişaf eləmiş ölkələrdə də mən baxmışam universitetlərində dərsləri YouTube-a qoyurlar. Müəllim üzündən oxuyur. O problem deyil. Yəni keçən əsrin məzmundan söhbət gedir. Bizim uşaqlardan biri magistraturada təhsil alır. Deyir müəllim, 70-ci, 80-ci illərin marksizm fəlsəfəsini dərs deyir elə fəlsəfədə müəllim. Fəlsəfə müəllimi xəbəri yoxdur dünyada nələr baş verir. Sənin fəlsəfə müəllimin dünya ilə həmahəng deyilsə, sənin tarix müəllimin dünya ilə ayaqlaşmırsa, xəbəri yoxdursa, sənin uşaqların, tələbələrin dünya ilə ayaqlaşmırsa, burada təhsilin inkişafa hansı töhfəsindən söhbət gedə bilər? Sənin elmlər akademiyanda olan ştat tədqiqatçıların mütləq əksəriyyəti sadəcə vaxt sərf eləmək üçün, vaxt öldürmək üçün gəlirlər sonra. Burada hansı akademiyanın hansı inkişafa töhfəsindən söhbət gedə bilər? Sadəcə nə bilim 300-500 manat maaş alım, gəlim oturum. Burada sadəcə biz özümüzü aldadırıq. Onda məsələ bayaq dediyiniz o sevgiyə qayıdırmı? Yəni biz vətəni, vətəndaşı, dövləti sevsək və bunun inkişafı üçün nəsə etməyə çalışmalıyıqmı? Mənə elə gəlir ki, prosesin başında, təməlində bu dayanır. Bu dayanır. Misal üçün, kimsə deyə bilər ki, ay müəllim, bunlar boş söhbətlərdir. Mən Azərbaycanda çox böyük iş adamları ilə ünsiyyətdəyəm. Onlar mənə deyirlər ki, müəllim, bizim üçün indi bəzən pul qazanmaq artıq məqsəd deyil. Məqsədimiz daha ülvidir. Azərbaycanı inkişaf elətdirmək. Bəli. Vətənimizə xidmət eləmək. Bu oldu artıq ülvi dəyərlər. Mümkündür, bəli. Mümkündür yox, vacibdir. Və əslində inkişaf etmiş ölkələrə baxanda biz onlarda, xüsusən Avropa ölkələrində öz millətlərinə qarşı mühafizəkarlığı da görürük. Bu da çox ciddi olur bəzən. Çox ciddi. 98-ci ildə Fransada dünya futbol çempionatında ölkələrin adlarını fransız dilində yazırdılar bunlar. O da efirdə. Bəli. Etiraz eləmişlər ki, axı ölkələrin adları ingiliscə yazılır. Bunlar deyirlər ki, biz ingilis dilini saymırıq. Bizim dilimiz beynəlxalq dildir. Ev sahibi bizik. Bizik. Bəli. Fransada almaca olmuşam. 18, 19, 20 yaşında gənclərə
yaxınlaşıb ingilis dilində sual verirsən, söz soruşursan, deyir ki, mən ingilis dilini bilmirəm. Və Bilir. çəkinmirlər. Bəli, bilir, amma indi burada bir məsələ var. Bu da inkişafla bağlı olan məsələdir. Bax, iqtisadiyyatın bu mədəniyyətdir. İndi bir sual yaranır. Mən Aha. də bildiyiniz kimi ingilis dili müəllimiyəm. Bəli. Bəziləri düşünür ki, ingilis dilini bilmək inkişafdır. Siz də deyirsiniz ki, inkişaf etmiş ölkələr deyir ki, yox, mən də ingilis dilində danışmıram. Yo. Burada bir təzad yarandı. Yox, ingilis dilini bilmək inkişaf deyil. Sırf mən ingilis dilini bilirəm. Oturmuşam evimdə tənbəl adamam. Mən amma ingilis dilini bilirəm. Bir Azərbaycanlı özümdən danışıram. Müəllim kimi çıxışlar eləyirəm. Öz bildiyimi ingilis dilində dünyaya yayıram və 5 nəfəri də Azərbaycana cəlb eləyirəm. Bəli. Öz ölkəmi tanıdıram. Ha, bu oldu dəyər. Yoxsa sırf mən ingilis dilini bilirəm. Sən onu işlətmirsənsə o nə dəyərdir? Bəli. Bu birinci məsələ. İndi o bayaq deyirəm, iqtisadiyyatın mədəniyyətlə əlaqəsi. Niyə görə fransız, alman 19-20 yaşında gənc, özüm rastlaşmışam deyirəm ha. Bəli. Niyə görə ingilis dilində cavab vermək istəmir, öz dilini sevir? Ona görə ki, onun iqtisadiyyatı güclüdür. Bəli. Kim verdiniz? İqtisadiyyatı güclü olan ölkənin vətəndaşları öz ölkəsi ilə, dili ilə, milləti ilə fəxr eləyirlər və başqa yad mədəniyyətə həsrətlə baxmırlar. Azərbaycan dilini sevdirməyin vətəndaşlara yollarından biri də budur. Bəli. Öz dilimizi. Bəli. Öz dilimizi. İndi Azərbaycan dili də hamımızın dilidir də. Bəli. Bütün etnik millətlərin Azərbaycan dili dövlət dilidir, öz dilimizdir. Milli. İndi sual budur, Turan müəllim. Necə edək? Bax, əsas məsələ budur. Həm fərd səviyyəsində, həm dövlət səviyyəsində. İnkişafı sevməlisən və inkişafın yeganə yol olduğunu bilməlisən. Təəssüflər olsun ki, bir çox hallarda millətə dərs deyən, millətə ağıl öyrədən mənəviyyat adamları, əxlaq müəllimləri, əxlaq ustadları, din xadimləri insanları inkişafa yox, inkişafın əksində səsləyirlər. Güya Allahın yolu dünya malına etinasızlıqdır. Çaşmısınız. Dünya malına etinasızlıq dünyada olan rəqabətdən geri qalmaq demək deyil. O başqa bir transandental, ülvi məfhumdur, yüksək məfhumdur. Sən gecə gündüz rəqabətdə olmasan, yoxsa sən geridə qalırsan. İtib batırsan dünyada. Bu aksiomadır. Səni yiyəcəklər. Hə? Bu aksiomadır. Sən bəli. Bunların fövqündə həm də bu dəyərə sahiblənməlisən ki, mən pula görə kiməsə təcavüz etməməliyəm. Bəli, bu dəyərlərdir. Bu dəyərlərdir. Mən pula görə intihar etməməliyəm. Mən pula görə başqa ölkələri qəsb etməməliyəm. Necə şeydir super güclər. Bunların mənəviyyatı yoxdur, dəyəri yoxdur. O başqa bir məsələ. Əgər o dəyərlər hakim olsaydı dünyada, müharibələr olmazdı. Kimsə deyə bilər ki, mümkündürmü? Bəli, ümumiyyətlə belə bir potensial var insanda, dünya insanında. Daha doğrusu insanlarda yox. Dövlət super güclərdə, Bəli. dünyanın super güclərində, sahiblərində əlbəttə potensial var. Mənə elə gəlir ki, o dünya siyasəti də bir çox hallarda fərdlərdən asılıdır. Fərdlərdən. Bir adam fərd kimi cinayətkardırsa, o gəlir böyük bir super güc dövlətin başında olanda da. Şirkətin də başında olanda. Bəli, fərqi yoxdur. Bəli. O başlayır cinayət eləməyə.
Nə fərqi var? Biznes əxlaqı deyilən bir sahə var. Bəli. Biznesdə əxlaq. Korporativ məsuliyyət, KSM, korporativ sosial məsuliyyət, bax belə bir dərslər. O sahənin müəlliflərindən biri John Maxwell'dır. Bu əvvəl keşiş olub. Deyir, dostum mənə dedi ki, mən biznesə aid kitablar yazırım, sən iş əxlaqı, biznes əxlaqı mövzusunda da kitab yaz. Kitabda yazıb, o kitabın əvvəlində bunu deyir. Deyir, dedim, biznes əxlaqı deyilən bir məfhum yoxdur. Deyir, dedim, niyə? Deyir, dedim, əzizim, ya əxlaq var, ya da yoxdur da. İnsan ya əxlaqlı, ya əxlaqsızdır. Əxlaqsız adamı, oğru adamı, cinayətkar adamı gətirib biznesin başında qoyanda da yenə də olacaq o cinayətkar. Başqa bir paltar geyinmir ki, həmən adamdır da. Çöldə necədir də, içəridə də o cürdür. Dedi, bəs dedim, əzizim, o deyir. Ümumiyyətlə, əxlaq dərsləri, dəyərlər dərsləri keçmək lazımdır. Bunun indi adını qoyurlar yumuşaq bacarıqlar. Soft skills. Onu keçmək lazımdır. Hamıya, bütün hamıya, ümumi. Bəli. Bu vacibdir. Sadəcə olaraq bu təlimlərin, dərslərin əhəmiyyəti bilinmir ona görə ki, konkret üzdə deyil də. Məsələn, mən heç vaxt biz bu mövzuda söhbət eləmir. Qidalanmaq lazımdır. Bu məlum məsələ. Siqnal gəlir ki, acmışam. Bəli, acmışam. Sizin çıxışların birində maraqlı bir məqama toxundunuz. Dediniz, tutaq ki, həkimdir, maşın ustasıdır. Bunların öz müştərisinə çatması asandır. Çünki siqnal var. Bu maşın səs eləyir və aparır ustaya. Başım ağrıyır, qulağım ağrıyır, gedirəm həkimə. Amma sosiologiyada belə deyil. Çünki bəzən fərdlər və ya cəmiyyət bir problemi var, amma fərqində deyil. Bəli. Fərqində deyil bir tərəfə, hətta o halı ilə xoşbəxtdir. Bəli. Məsəl üçün görürük də bəzən indi təəssüf ki, sosial şəbəkələrdə boşanmalar artır, tutaq ki, cəmiyyətdə. Amma bundan məmnun olan insanlar var və bunu az qala reklam eləyirlər. Sevinə-sevinə deyirlər. Sizin bax o çıxışınıza əsaslanaraq fərd simptomlar nədir? Biz nə vaxt bilə bilərik ki, mənim inkişafa ehtiyacım var və yaxud da mən hansı sahədə inkişaf etməliyəm? Bunun simptomu nədir? Mən nə vaxt, hansı halda bilim ki, mən tutaq ki, filan iqtisadçının, sosioloqun, filosofun kitabını oxumalıyam? Çətin sualdır. Niyə görə çətin sualdır? Yenə qayıdırıq bayaqki məsələyə. Bayaq dedimi, professor Paşa qəlbimdən ora sual verdi. Həqiqətən də mən o sualın müəllim cavabını bilmirəm. Niyə görə? Burada söhbət nədən gedir? Hamı deyir, psixoloqlar deyir, mən də çıxışlarımda fərqindəlik. Bir adam xəstədir. Əgər xəstə olduğunu qəbul etmirsə, o həkimə gedəcək. Əsla. Getməyəcək. Getməyəcək də. İndi tənbəldir, işsizdir, məsuliyyətsizdir. Bu da xəstəlikdir də. Bəli. Bir adam bunları qəbul etmirsə özündə. Etmir. Bəzən də fəxr eləyir. Əl çəkin məndən, mən beləyəm. Mən belə yaşamaq istəyirəm. Mən belə adamam, məndən uzaq gəl. Hətta özünü nümunə də göstərir bəzən. Az işləyində mənə baxın. Mənə baxın. Həyatdan zövq al. Yaxşı, indi nə eləyək? Əgər fərqindəlik olmasa, bu adam özü qəbul etməsə mümkün deyil. Mümkün deyil. 1000 dənə də təlimçi gəlsin. Toxam da mən. Mən toxam. Bəli. Mənim qabağıma 1000 dənə dadlı yemək qoyursunuz. Mənim deyirəm, vallah müəllim, Turan müəllim, toxam. Atacanı toxam. Bax, toxam da, nətər yiyim? Bəzi adamlar da, əzizim, öyrənməyə, inkişaf eləməyə toxdular. Ehtiyac duymur da. Neyniyim? Ehtiyac duymur. O elə bilir ki, inkişaf eləyib və elmin də zirvəsindədir. Onun öyrənəcəyi heç nə yoxdur. Bəli. Həkimlərə irad tutur, məsələn. Bəli, hamıya irad tutur. Professora irad tutur. Hamıya dərs keçir. Neyniyim? Birinci insan, belə bir ifadə var, çox sevdiyim, deyir, lovğa adam
inkişaf edə bilmir. Niyə? Çünki inkişaf etmək üçün öyrənmək lazımdır. O da ki, elə bilir ki, hər şeyi bilir. Yaxşı, bunlar bir dəstə. Amma digər daha pozitiv dəstə var. Tənbəldir, məsuliyyətsizdir, iradəsi zəifdir, amma bunun fərqindədir. İndi istəyir inkişaf eləsin. Allah, gözəl. Fərqində. Cəmiyyət onu necə qazanacaq? İndi o fərqindəliyi yaratmaq da ola bilər. Hələ birinci şeydə. Bir adam fərqində deyil. O fərqindəliyi yaratmaq da mümkündür. Necə? Oturub həmən adam, fərqindəliyi olmayan adam sosial şəbəkədə baxır videolara. Birdən taraf, məsələn, bir video çıxdı. Mail müəllim danışır orada. İndi bu Mail müəllim elə bir səviyyədə danışmalıdır ki, ona bir dənə bir çırtma dəysin də. Bəli, oyada bilsin. Oyada bilsin, mümkündür. Ona fərqindəlik yarada bilsin, mümkündür. Mən buna inanıram. Mən bu təlimlərin, çıxışların vacibliyinə inanıram. Mən səmimi qəlbdən inanıram. Ona görə gecə-gündüz biz hər gün bir paylaşımımız var da. Bəli. Hər gün biz ona da material lazımdır. Ha? Təbii ki. İndi bax bu çıxışı da biz paylaşacağıq. İndi o necə olmalıdır? O 1 dəqiqə, 2 dəqiqə olmalıdır, çox olmamalıdır. Çox olmamalıdır. Onun hövsələsi yoxdur, otursun, yarım saat sənə qulaq assın. Məlum məsələ. Hə. Nəsə bir, onda da məsuliyyətimiz var. Mənim məsuliyyətim var bir müəllim kimi cəmiyyət qarşısında ki, onları da oyadım da deyim ki, əzizim, gəl, oyan, işə başla. Yaxşı, gəldi işə başladı. Necə eləsin? Cavab. Mənim bir metodum var. Mən sözünü sevmirəm istifadə eləmək, amma hərdən çaşıram da. Bağışlasınlar məni dostlar. İnsanlar bəzən özü də bilmədən mən həmişə deyirəm ki, əzizim, sən kimsən axı? Sən kimsən axı? Bir daş üstündə qoy. İnşallah 80 yaşa çatsın. Ölümündən bir ay qabaq deyərsən ki, mən bu işi gördüm. İndi yox, indi hələ uşaqsan. Yavaş-yavaş da, ya özümü deyirəm. İməliyirik hələ yavaş-yavaş. Demək, fərqindəlik yarandı və mən başa düşdüm ki, ey dad-i bidad, mən nə qədər şey öyrənməliyəm. Nə uzun yolum var mənim, nə yaman mən geri qalmışam. Hə? Mən cəmiyyətim üçün yararlı ola bilərəm, mən ailəm üçün faydalı ola bilərəm, mən özüm üçün faydalı bir insan ola bilərəm ki, deyiləm. Bunu oyandım. İrfanda buna yəqzə deyirlər, yəqzə, oyanış ərəbində, yəqzə, oyanış. Orada da var. Bir adamda yəqzə yoxdursa, oyanış yoxdursa, o mərhələləri qət eləyə bilməz. O ilahi yolu. İndi gəlirik burada iş, biznes. Başlayıram axtarışa. Mütləq. Axtar, işıq yanacaq sənə. Hardansa bir işıq yanacaq. Bu ilahi qanundur. İlahi qanun təkcə inanclılar üçün deyil. İlahi qanun bütün dünya üçündür. Dünyanın nizamı budur. Nizamı budur, sistem budur. Axtarırsansa nəsə tapacaqsan. Nəsə işıq yanacaq. Sənə işıq yandıracaqlar. 2019-cu ildə Nəsimi ili idi. Bəli. İrfan səması verilişini hazırlayırdı Mədəniyyət kanalında. Nəsiminin qəzəllərinin birində Musa peyğəmbərin gecə qaranlıqda ailəsi ilə gələndə yolu azıb kənardan işıq görməsini təsvir edib qəzəldə. Hər kim ki müştaq ola Musa kimi anəstü narin narinə ərəb dilində Quran ayəsini gətirib anəstü narən. Anəstü yəni gördüm. Üz sözündən də nardakı alov. Ailəsinə deyir ki, uşaqlara deyir ki, dayanın, mən orada alov gördüm. Orada deyirəm ki, verilişdə deyirəm ki, bu da həm də rəmzi mənadır. Yolu azan adam səmimidirsə mütləq işıq yanır. Bu qanundur. Kim inanmırsa yoxlaya bilər. Kim inanmırsa, amma səmimi ol. Axtar, mütləq tapılacaq. Bir adam, mənim bu axtardığım adammış ki, bu mənim axtardığım kitabmış ki, bu mənim axtardığım şeymiş ki. Sən ac ol da, ac. Bəli. Tox olsan yox.
yanından keçəcək. Bəzən yemək yeyə YouTube-da nəysə hansısa bir alimi dinləyirəm. İndi həkimlər buna icazə vermir. Deyirlər ki, adam yeyəndə yeməyə diqqət. İndi hərdən olur da belə. Xəta eləyirik, səhv eləyirik. Səhvlərimiz çoxdur. Hə. Bir şey keçir. Mən acam axı. Acam öyrənmək istəyirəm. Necə acam yemək, eyni vaxtda o öyrənməyə də aclıq var. Bəli. Sonra qulağım oradadır. Dəfələrlə olub belə bir şey. Keçib axşam yadıma düşüb ki, o müəllim orada nə dedi? Təzədən axtarmışam videonu, getmişəm o dəqiqəyə. Ay, nə gözəl. Mən bunu axtarırdım elə. Yola düşsün. Yola düşsün. Ən yaxşı bu sahənin adamları ilə görüşsün. Bugün də problem deyil də, yəni internet görüşdürür bizi. Əzizim, Heç bugün məsafə qət eləməyə Azərbaycanda dəyməz. kifayət qədər gözəl, əxlaqlı biznesmen var. İş adamı var, şükürlər olsun. Mən çoxu ilə tanışam. Savadını artır, oxu. ChatGPT müəllim da ingilis dilində olan materiallarda sənə tərcümə edir, Azərbaycan dilində verir. Da nə istəyirsən? Bəli. Amma sən inan. Baba, əsas kök oradadır müəllim. Sən inan ki, səhrada susuz qalan insan necə suya möhtacdır. Sən də inan ki, buna möhtacsan. Yoxsa demək ki, əşi bunsuz da işimiz keçər. Elə ki dedin və salam. İnkişafdan əsər əlaməti olmayacaq. Ehtiyaclı olmaq lazım. Ehtiyaclı, susuz, ehtiyacın şiddət, Pik həddində. pik həddində olmasan, o ehtiyac səni divara dirəməsə, ayağa qalxıb əzizim, sən ac olanda yerinə uzanmısan, yatmaq istəyirsən. Amma acsan. O aclıq səni elə yerindən durğuzur, Bəli. gelirsən, soyuducunun qapısını açırsan, nəsə axtarırsan yeməyə. Normalda naz elədiyin soyuq yeməyi də dadına yeyirsən. Bəli. Bax, əsas məsələ budur. İnkişaf etmiş dövlətlər, inkişaf etmiş fərdlərin əsas məsələsi budur. Kök burdadır. Onlar inanıblar. İki insan tipi təsəvvür eləyin. Biri inanır, amma istedadı zəifdir. O birisi istedadı yüksəkdir, amma inanmır. Bəli. O inanan qabağa gedəcək. Və bu arada biz bunu məktəblərdə də çox müşahidə edirik. İstedadlılar bəzən istedadına güvənir, tənbəllik eləyir. Dərsi yolla verə bilərəm. Bu universitet tələbələrində də olur. Hə, tez bazar oxuyub cavab verərəm filan mənimsəmir. Amma istedadı az olanlar çalışır, əzmkarlıq göstərir. Bir növ o daşı döyür və parçalayır. Bəli. Sonra nə yaranır? İstedadlılar deyir ki, məndən zəif idi, indi gör hardadır. Bəli. Məndən zəif idi. Heç mən ona izah eləyirdim 7-ci sinifdə. Bəli. İndi gedib olub şirkət rəhbəri. Heç məni saymır. Sayır, sən onun qəbuluna gedib çıxa bilmirsən. Bəli. İndi burada bir məsələ deyim. Sual. Pul sevgisi yaxşıdır yoxsa pisdir? Aha, qəşəng sualdır. Kapitalizmin sualıdır da. Bəli. Siz də bayaq dediniz ki, Bəli. cəmiyyətlərin inkişafın cəmiyyətləri müqayisə ilə ölçürük. Bəli. Düzdür? Konkret meyar yoxdur onda Əzizim, və limitsizddir. Bəli. Sual cavab. Pul sevgisi olmasa inkişaf yoxdur. Aha. Vay, pul sevgisi, bəs Allah sevgisi, bəs millət sevgisi, bəs insan sevgisi, bəs mənəvi dəyərlər, pul sevgisi mənəvi dəyərlərə ziddir. Əzizim, tələsmə. Tələsmə. Pul sevgisinin yanında başqa sevgilər də olmalıdır. Səndə pul sevgisi yoxdursa inkişaf eləyə bilməyəcəksən, əzizim. Və ya da inkişafa töhfə verə bilməyəcəksən. Əlbəttə. Hamımız istəyirik ki, övladımız ən yaxşı təhsil müəssisələrində, Bəli. dünyanın brend, top universitetlərində dərs alsınlar. Bəli. Bunun üçün pul lazımdır. Bəli. Pul burada Vasitədir. simvoldur. Bəli. Simvolik mənada işlənir. Bəli, qazanc, kapital artırmaq, gəlir. Problem biz harda yaranır? Bir insanda təkcə pul sevgisi olsun. Problem orada yaranır. Bəli. Bəli.
Təkcə pul sevgisi. Bu insan cinayət də eləyə bilər, oğurluq da eləyə bilər, bankda yara bilər, nə bilim, büdcəni də talaya bilər. Təkcə pul sevgisi var. Bayaq dediyiniz təlimlər qəbul olunmadıqda pul Bəli, sevgisi bunu problem orada azdıracaq. yaranır. Amma bu o demək deyil ki, bir insanın inkişafı üçün pul sevgisi lazımdır. Xeyr, əzizim, vacib. Amma onun yanında başqa şeylər lazımdır ki, onu kontrol alsın. Desin ki, pul sevgisi vacibdir, əzizim. Amma nəyə bənzər bu? Maşın sürmək sevgisinə. Bəli. Maşın sürmək sevgisi. Bir adamda maşın sürmək istəyi olmasa, nifrət edir maşına. Kimsə maşın minər? Yox. Hamı qalacaq yolda. Bəzən o taksilərə xüsusi nə bilim o şeylər tətbiq edirlər, vergilər tətbiq edirlər. 3 gün, 5 gün Bakıda problem yaşanır taksi üçün. Bəli, maşın sürmək sevgisi Mövlana'nın bu təmsili var. Gəmi. Ne deyərəm? Maşın sürmək sevgisi olmasa, bir adam maşına nifrət eləsə, maşın sürmək sevgisi olmasa, burada şərti olaraq nifrəti sevgisi olmamaqdan eyniləşdirirəm. Etinasızlar. Bəzən mənə belə iradda tuturlar. Bəli, istəmirəm maşın sürmək, bu qədər. Heç kim məcbur edirəm. Heç kim məqsədinə çatamayacaq da, ünvana çatamayacaq, Bəli. adresə çatamayacaq. Çünki o. Amma maşına oturandan sonra qaydalar gəlir. Bax, indi maşına oturdun, maşına oturma vacibdir. Bəli. Sürətli sürməyəsən, qırmızı işıqda keçməyəsən. Ya digər qaydalar. Bəli, bu başqa məsələdir. Bəziləri çaşıblar Azərbaycanda. Çaşıblar. Güya insanları mənəviyyata dəvət edirlər, amma röhbaniyyətə dəvət edirlər. Zahid. Zahidlik o deyil. İslam mütərəqqi dindir. Biz müsəlman olduğumuz üçün fəxr eləməliyik. Məscidlər tikilir dayanmadan. Gözəl Azərbaycanda. Bu elə belə deyil. Zahidlik Həzrət Əlinin gözəl hədisi var da, zahidlik Quranın 2 cümləsində xülasə olub. Likey la tə'səb alə ma fatəkum və la təfrahu bima atakum. Əldən verdiklərinizə təəssüflənməyin, qazandıqlarınıza da fərəhlənməyin çox. Yəni qazandığına fərəhlənmək o deməkdir ki, əzizim, sən o təkcə ona fokuslanma da. Təkcə ona fokuslanma. Sənin həyatda qazandığın təkcə o deyil. Qazancın təkcə maddi qazanc deyil. Mənəviyyat da var. Bəli. Kim bu ikisini eyni vaxtda aparsa, o xoşbəxt insandır. O dövlət xoşbəxt dövlətdir. Yox, biri axsayırsa hər hansı bir fərqi yoxdur. Ya o iqtisadi məsələ, ya da o mənəvi məsələ. Axsayırsa, onda problemdir. Müəllim, əgər xülasə yekunlaşdırmağa çalışsaq, biz görürük ki, yenə də cəmiyyətin inkişafından nə qədər danışsaq da, məsələ gəlir fərdlərin üzərində dayanır. Bəli. Fərdlərin də fərqindəliyi önəmlidir. Bəli. Çünki fərd özündəki natamamlıqları və ya qüsurları görməlidir, bəli, etiraf eləməlidir. Mütləq. Və sonra siz dediyiniz işığı görəcək. Mütləq. O işığa da tərəf gedəcək. Bəli. Bəli. İndi bizi izləyən kütlə əsasən gənclərdir. Bəli. Tələbələr, abituriyentlər, gənc valideynlər. Bəli. Buradan gənc nəslə, özünü inkişaf etdirmək istəyən gənc nəslə mesajınız nə olar? Bir, ən vacib birinci, məsuliyyətsiz, işsiz, pis vərdişlərdə olan, ümidsiz, depressiv insanlardan uzaq durun. Bir mənalı. Hətta bu sənin əmin oğlu olsa da, xalan oğlu olsa da, xalan qızı olsa da, fərqi yoxdur. Pis vərdişi varsa, səni də bulaşdıracaq. Mən tanıyıram elə uşaqlar. Çox savadlı, dəyərli uşaqlar gediblər. Bir-iki dostu olub pis vərdişdə. Uşağı da bulaşdırıb, məhv olub gedib. Bir mənalı. Oturduğun, durduğun insanlar, demirəm,
ali dərəcəli insanlar olsun, yox. Ən azı bu xüsusiyyətlərə malik olmalıdır. Onlarda pis vərdişlər olmamalıdır. Onlar tənbəl, vecsiz, işsiz nə mənada işsiz? İşsiz o mənada deyil ki, adam iş axtarır, hələ iş tapa bilmir. Yox. İşsiz yəni vecsiz. İşləmək istəmir o mənada. Təhsilə maraqsız, öyrənməyə maraqsız, valideynlərindən pis münasibətdə olan, söyüşlə, təhqirlə danışan adamlardan uzaq gəzmək lazımdır. Amma birinci odur, kimlə oturub durmaq, o adamlar ki, bu xüsusiyyətlər onlarda yoxdur. Mənəviyyat onların həyatında rol oynayır, təhqirlə, söyüşlə danışmırlar, ailə münasibətləri normaldır, inkişafa meyillidirlər, oxumağa meyillidirlər, can atırlar, axtarışdadılar. Elə insanlarla oturub durmaq bizi də zənginləşdirir. Bəzən təzə başlayanda bu sıxıcı ola bilər. Baxırsan, görürsən, kitab oxuyurlar. Necə? Lazım deyil. Mən deyirəm ki, belə bir adamdır, qaşqabaqlıdır, bəli, təhsilə falan. Amma yox, elə də yox. Pozitivdir, deyib güləndir. Mən demirəm getsin qaşqabaqlı adamla otursun da sıxılsınlar, yox. Deyib güləndir, danışandır. Əzizim, pozitiv olmaq elə təhqirlə, söyüşlə danışmaq demək deyil ki. Pozitiv, o qədər pozitiv insanlar var. Zarafatları da gözəldir, yumorları da gözəldir. İnsan onlardan zövq alır, onlarla münasibətdə hər bir şey. Bax, əsas tövsiyə eləyəcəyim söhbət budur. Dairəni mütləq təmizləyin. Mütləq. Oturduğun, durduğun adamlar elə bir insanlar olmalıdır ki, kənardan baxan deməsin ki, sənə, o kimdir onunla oturub durursan? Heç sənə yaraşmır. Onun əxlaqı, onun səviyyəsi, onun belə olmasın. Əsas məsələ bu. Çox sağ olun, Vahid müəllim. Çox xoş bir müzakirə oldu. Çox şeylər öyrəndik, izləyicilər öyrənəcək. Dəyərli izləyicilər, İnkişaf Saatını izləməkdə olun. Kimləri görmək istəyirsiniz, hansı mövzuların müzakirəsini eşitmək istəyirsinizsə, rəylərdə qeyd eləyə bilərsiniz. Bir şey qaldı. Buyurun. Onu deməsəm olmaz. Mütləq. Ramiz Röşəndən şeir. Bəli. Sevənlər tutdu dünyanı. Sevdi, unutdu dünyanı. Mən də sevdim bu dünyanın ən gözəl sözünü aldım. Aldım sözün ağrısını, yavanını, yağlısını. Neçə sözün əyrisini düzəldib düzünü aldım. Məni də yola saldı söz. Mən getdim, Turan müəllim, sizə qaldı söz. Yenə təptəzə qaldı söz. Mən sözün tozunu aldım. Sağ olun. Sağ olun. Gələn görüşlərə dək.